Açdım qapını, evə girdim. Girəndə gördüm ki, xırıltı səsi gəlir. O 6-cı sinif şagirdi idi. Arzuları, planları, sabaha dair ümidləri olan bir uşaq. Abşeron rayonu Saray qəsəbəsində hər kəsi sarsıdan ağır hadisə baş verib. 11 yaşlı Dadaşzadə Tahir Tamerlanoğlu yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib. O, 3 nömrəli tam orta məktəbin əlaçı şagirdlərindən biri olub. Hadisə evdə istifadə olunan İran peçi səbəbindən baş verdiyi bildirilir. İlkin məlumata görə Tahir evdə olarkən dəm qazının təsirinə məruz qalıb. Oğlunun vəziyyətini görən ana onu xilas etmək üçün dərhal müdaxilə edib, lakin bu fədakarlıq bir ananın ən ağır sınağına çevrilib. Ana da dəm qazından zəhərlənib. Saray qəsəbəsində 6-cı sinif şagirdinin dəm qazından boğularaq dünyasının dəyişməsinin təfərrüatı məlum olub. Belə ki, hadisə məhz hazırda mən dayandığım bu ünvanda qeyd alınıb. Yaxınlarının verdiyi məlumata görə azyaşlı məhz bu mənzildə yerə yıxılıb. Bunu isə anası görüb və anası da huşsuz vəziyyətdə olduğu üçün hamam otağında yerə yıxılıb. Bunları isə mərhumun dayısı mənzilə gələrkən aşkar edib. Onu da qeyd edim ki, azyaşlı Saray qəsəbə 3 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir. Məhz bu mənzildə qalırlarmış. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hamamın işığını yandırdım, gözüm gördüm bacım oradadır. Bacım oradadır, ağzından köpük gəlir, qapqaradır. Üzümü çevirdim hamamla da, o üzbəüz mənim otağımda. Gördüm bacım oldu orada yerdə. Çıxdım, qışqırığıma qonşular gəldim, indirdim, maşına çatdırdım. Təcili yardım. Təcili yardımda ki, sonra məlumat verdilər ki, uşaq dünyasını dəyişib, bacımı aparıblar Semaşkiyə. Uşaq keçinmişdi orada. Elə məlumat verdilər, hə. Neçənci sinif şagirdi idi? 6-cı. 6-cı sinif. Bildiyimiz qədərilə yaxşı əlaçı şagirdlərdən biri olub, məktəbdən elə dedilər. Və musiqiyə də gedirdi, nağraya da gedirdi. Fəal uşaq idi, aktiv uşaq idi. Faciənin ən ağırlı məqamlarından biri isə odur ki, ana hələ də oğlunun vəfat etdiyindən xəbərsizdir. Məlumat üçün bildirək ki, Tahir ailənin tək övladı olub. Onun itkisi yalnız ailə üçün deyil, məktəbi, müəllimləri və sinif yoldaşları üçün də böyük sarsıntıdır. Dərsə gedən, gələcək üçün xəyallar quran bir uşağın həyatı bir anda yarımçıq qalıb. Hazırda faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Nizam Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.